Aile başçıyım, çöldə qalmış. Bugünkü gün qalmağıza yerim yoxdur. Nə də evdən çıxartdılar, kvartira pulu vermədilər. Mən nə vermədim, qardaş, mənə yerimə sənsən. Deyə, paranın başını daşıma salım, denən deyim. Qardaş, bilirsən nə var? Azərbaycan Respublikasının qanunu var ki, vətəndaşın mülkiyyəti toxunulmazdır. Yenə deyirəm, Bakı şəhəri Nozor qardaşları 55-də mənim həyat yoldaşım Quliyev Məhbəli qızının adında fərdi yaşayış evimiz var. Pilot 16 evimiz tərəfindən Nəsim rayon məhkəməsinin qərarı ola bizim adresdə qazıntı, söküntü, tikinti qadağan edilsin və avtomobil gediş-gəliş yolumuzda xidməti yolda qazıntı qadağan edilsin. Ona baxmayaraq Nəsim rayon Nozor qardaşları da Pilot 16 evimizin şirkəti Quliyev Aslan Raqifoğlu və onun başında duran Vüqar Qasımov Qaraçışı oğludur. Keçmiş İmişli rayonu sabit deputatın qardaşı Əsabir Qasımovun qardaşıdır, Vüqar Qasımov. Deməli, mənim 7 noyabr 2024-cündə qeyri-qanun, yenə deyirəm, Nəsim rayon məhkəməsi qərarı ola, qeyri-qanun heç bir aramızda razılaşma olmuyor. Evimi uçurduqlar, evimin içində hazırda da fundament işləyirdi, qazıntı işləri görürlər. Və dəfələrlə Nəsim rayonun məhkəməsi icraçısı, yəni rəisi, icra şöbəsinin rəisi Şamxar Quliyevə demişəm. Cəlaləddin Əliyevə demişəm, cənab rəis, icranın rəisi, cənab Cəlaləddin Əliyev. Mənim avtomobil piyada gediş yolumu bərpa eləyin. Mənə deyirlər ki, biz bərpa eləyə bilmirik. Hardan istən geçəcək, hardan gef gəlməliyəm. Bütün hamısını zabora alıblar. Bugünkü gündə də 8 baş ailə başlayacaq, biz çöldə qalmışıq. Başa düşdün? Görürsünüz, bax. Bax, o yer mənim yerimdir. Mənim evim bax burada yerləşir. Qeyri-qanunsuz, razılığımız aramızda razılıq olmadan evimi uçurduqlar, evimi yerinə katlaman işi görürlər. İstəyirlər ki, burada hündür mərtəbəli evlər tikələr. Deyirəm, mən torpaq mənim deyil, şəxsim mənim mülkümdür. Vermirəm torpağımı. Özüm tikəcəm. Nəyə görə mən burada şəhərin ortasını atmalıyam ki, masajsızda yaşamalıyam. Nə biləcəm, mən sərf eləmir. Torpaq mənimdir. Tikintidir. Əslində onlar məndən şərik tikməlilər oranı. Torpaq mülkiyyət mənimdir. Başa 2023-cü mart ayının 18-də evimi uçurdanda Quliyev Aslan Raqifoğlu'nun göstərişini özü sökür. Özü dağıdıb evimi. Ondan sonra da Əl-Sahib adlı şəxs sahəm bunların rəisidir. O boynuna götürüb. Ona da bu yaxınlarda Apellyasiya məhkəməsində 4 il həbs veriblər. Onu tutublar. Ondan sonra da bu ev uçurdan İlqar müəllim uçurdu. İlqar müəllim uçurdu. Deyirəm də böyünü. İlqar müəllim Havin Parkının icrası direktorudur. Nətər ki, Quliyev Aslan Raqifoğlu Pilot 16-nın MMC-nin direktorudur. Yenə deyirəm, onların başında da duran Qasımov Vüqar Qaraçışı oğludur. İşin bu şirkətin böyüyü Qasımov Vüqardır. Deməli, 07-si 2024-cü ildə evimi aydan uçurduqlar İlqarla Aslanın təşkilatçılığından. Və Nəsim rayon prokurorluğunda 186-nın biri, 186-nın ikisi və 309-un ikisi ağır cinayət açılıb. Bugünə qədər də Quliyev Aslan haqqında və Həsənov İlqar haqqında həbs qəti imkan tədbiri görülmür və Nəsim rayonunun prokurorluğu cənab Həsən müəllim işi də vermir məhkəməyə. Cənab Prezidentə dəfələrlə məktub yazmışam. Cənab Kamran Əliyevə baş prokurorluğa məktub yazmışam. Məktubuma imkan vermirlər ki, nə cənab prezident alsın, nə də cənab prokuror. Baş prokurorluqda da olmuşam dəfələrlə qəbulda. Baş şəhər prokurorluqda da olmuşam. Nəsim rayon prokuroru Həsən müəllim mənim yanında 21 yanvarda Həsən nədir? İlqar Həsənov İlqar Vilayət oğlunun haqqında dedi ki, Yusufi razı salmasa sizi həbs edəcəm. Dünya qədər də heç bir həbs qəti imkanı yoxdur. Nə də işi məhkəməyə göndərir. İlqar müəllim, onu da deyim ki, onun şirkətin yerləri bilsin, cənab Vüqar müəllim Qasımov. Deməli, bir il bundan qabaq, həmən o Həsənov İlqar Vilayət oğlu mənə demiş ki, mən kömək edəcəm sənə. Deməli, 1 milyon pul alacağım, ondan müəyyən sumanda 30% istəyib yadımdan çıxır. Ancaq mən yenə də bugünkü gündə onlar ki, mənə qarşı bu qanunsuz eləyib gəliş yolumda, avtomobil yolda, yəni toxunulmamışdı, evimi də sürmamışlar, yaşayırdım.
mən sərf edir. Mən bu gün də deyirəm. Mən Baş şəhərin Nəsimov mərkəzində evimi verib, nə Ceyf Nardalanda yaşamayacağım, nə də nədir, Mehtabadda yaşamayacağım. Yenə deyirəm, Azərbaycan Respublikasının qanunu var, vətəndaşın mülkü toxunulmazdır. Bu mülk mənimdir. Mən istəyərəm, bunu 5 manata sataram, 100 manata da sataram. Mülk mənimdir. Bu gün o mülk mənim mülküm, onlara lazımdır. Düzdür? Amma gəlin məndən xahiş eləməli ki, xahiş edən bu mülkü sat mənə. Mən onlara yox. Ancaq ona baxmayaraq, onların o qədər havadarları var ki, evimi uçurdular, bax, bu gün mən evsiz qalmışam. Görürsün, mənim evim yerində hündür mərtəbəli evin katlamanı tökürlər. Mən dəfələrlə getmişəm Nəsimi rayon məhkəmənin icra şöbəsinə xahiş eləmişəm, tələb eləmişəm və ondan sonra da cənab Əliyyə Nazirinin birinci müavini Mübariz Əhmədovun göstərişindən sonra mənim bu işimi saxlayıblar. Yəni onları qoymurlar işləməyə. Xahiş edirəm, mənim müraciətim ölkənin prezidenti cənab İlham Əliyevədir, Azərbaycan Respublikasının baş prokurorluğu cənab Kamran Əliyevədir və görürsən, araşdırma zamanı müəyyən edilmiş ki, Məhbə Quliyev və məxsusi fərdi yaşayış evinin yerləşdiyi Bakı şəhər Nəsim rayonu Nozuf qardaşı 55-də ünvanında və ətraf ərazilər söküntü, qazıntı, tikinti işlərinin aparılması pilot onarlı ev tərəfindən həyata keçirilməsi baxmayaraq da qadağan edilir. Quliyev və Məhbə Əli qızı yaşayış evində direktor Həsənov İlqay icrası Fidadoğlu tərəfindən qanunsuz olaraq sökülmüşdür. Odur ki, törədilən əməldə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186-2, 1 və 309-un ikinci maddələrinə tərkib əlamətləri olduğundan fakta görə həmin maddələrə cinayət işi başlanmasını və istintaqı aparılmalıdır. Deməli, sizə məlumat verim ki, Nəsimi rayon prokurorluğunda həmən İlqar haqda deməli 7-si noyabrda 2024-də istintaq, yəni cinayət işi açılıb və ona baxmayaraq bütün faktlar var. Evin nətər sökür, hamısı videosu var, şahidlər var. Ona baxmayaraq Nəsimi rayon prokuroru cənab Həsən müəllim bu günə qədər nə onun haqqında qəti imkan tədbiri görmür, həbs imkan tədbiri vermir ağır cinayətlərə. Nə də mənə imkan vermir ki, dəymiş ziyanı ödənirlər. Yenə deyirəm, ona görə Nəsimi rayon prokuroru Həsən müəllim bu günə qədər cinayətkar tutulmalıdır, həbs qəti imkan tədbiri görməlidir İlqarın haqqında və ən azından iş verməlidir ağır cinayətlərə, məhkəməyə. İmkan vermirlər. Həsən müəllimə hardansa təzyiq olunur, ona görə də işi vermir məhkəməyə. Nə də həbs qəti imkan tədbiri görmür. Onu da deyim, yenə təşkil edirəm ki, bu yol mənim avtomobil piyada gediş yarış yolumdur. Onu da məhkəmənin, Nəsimi rayon məhkəməsinin qərarı var. Ona baxmayaraq yolumu da zəbt ediblər. Cümləli bir şey yoxdur orada. Mən olan şirkətin nümayəndəsi deyirəm, şirkətə adiyyət deyirəm, mən Yusuf müəllim adiyyət deyirəm. Yusuf müəllim mənim adımı hallandırır. Ortada mən gedim, məni nə var ki orada, mən çatdım. Ümumiyyətlə orada işte. Qədə heç bir sənət yoxdur, oradadır. Benim o pilot 16 ilə heç bir alacağım yoxdur. O da haksız yerə qaldırır. Yəni qaldırılmıyordu. Yəni belə deyək də mənim adım orada anlanır. O xanım mənə adiyyəti yoxdur. İkinci davam edir. Yusuf müəllimlə, İctimai görüşməyə göz şahidi olmuşam. İndi mənim adım orada işıqlandırılır. Mən onu eləmişəm. Mənim o şirkətə heç bir adiyyətim yoxdur. Yəni olmayıb da belə. Bugün yox. Ümumiyyətlə o şirkətdə işləməmişəm. Bu görüşəm, dostumla görüşəm. Dedilər ərazidədir, getmişəm əraziyə. Ərazidə də görmüşəm ki, həmən də dostum yoxdur yerində, orada yoxdur. Şöyle çıxıb getmişəm. Biz bu ayın orada 20 belə deyim, 5 dəqiqə durmamışım. 20 saniyə deyim, 5 dəqiqə durmamışım. Çünki Yusuf müəllim mənim adımı hallandırır, orada çünki mən də eləmişəm, mən də almışam. Mən şirkətin nümayəndəsiyəm, mən şirkətin işçiyəm, o yalan informasiya verir. Ona görə də mənə dəvət edirlər. Qaldırılmıyor. Ümumiyyətlə o işə işliyinə görə cinayətçi qaldırılıb. Mənim adıma cinayətçi qaldırılmıyor. Səhv məlumat edirlər. İştirakçı kimi adım halana bilər, amma sırf söküntü, yəni mənim əlimdə belə deyək, lavatka olmayıb, mən heç kimi göstərici
heç görməmişəm. Mənim tam üstündə olmamışam. Ya nətər deyim, şəhərlər də məni tanımır. Mənim belə deyim, o şirkətlə heç bir əlaqəm yoxdursa. Göz şahidi olub və o göz şahidi olmaqla, göz şahidi də yox, belə bu 5 dəqiqə orada olmamışam. Göz şahidi olub və ona görə qarşı cinayət qaldırmaq deyilsin və o hamısı yalan məlumatlar. Uşağın vəkil quşamaq lazımdır, vəkilin bu barədə təqdim edəcək, yəni tam şəkildə ki, yəni mənim orada iştirakım, yəni nə hüququ